Aleykum assalam və sual belədir ki, bir adam qəssabdır, namaz, oruz, ibadətləri yoxdur, lakin inkar etmir. Bu qəssabdan ət alıb yemək olarmı? Həmən qəssab içki də içir. Ümumiyyətlə, çalışın yaşadığınız yerdə ilk öncə, hətta biraz aralı olsa da belə gedin ibadət əhlindən alın. Tanıdığınız, biliniz qardaş varsa ondan alın. Çünki bilmək olmaz. Yəni biz deyirik ki, namaz qılmır, oruç tutmur, ancaq inkar da eləmir. Yəni inkar eləməsə də bəlkə insan elə bağışlama elə qəlbində bəlkə elə pillərdən istəyir. Yəni bilirəm namazı vacibini inkar eləmir, orucu inkar eləmir. Bu başqa məsələ. Amma insan ümumiyyətlə tövhid əhlidir yoxsa yox? Bəlkə insan pillərə iman gətirib, pillərdən istəyir, pillərə nəzir kəsir, pilləri ziyarətə gedir və yaxud və s. ölüdən, qəbirdən istəyir. Yəni, bu məsələ də var. Ona görə yaşadığınız yerdə çalışın ki, ilk öncə hansı məntəqədə yaşayırsınız, yaşayın. Yəni, biraz da aralı gedin, problem yoxdur. Amma gedin orada, yəni qardaş tapın və qardaşdan alın Allahın izni ilə.